Salam, xoş gördük sizləri hörmətli abituriyentlər. Yeni dərsimizdə Salahilər dövlətinin paytaxtını təyin etməliyik xəritə üzərində. Deməli 941-ci ildə Azərbaycanda yaranmış feodal dövlət Salahilər dövlətidir və yaradılmış dövlətin paytaxtı bizdən tələb olunur, xəritədə təyin edək. Məsəl üçün biz diqqət eləməliyik nəyə? Əvvəlcə biz vəsaitdən öyrənməliyik ki, Salahilər dövlətinin paytaxtı hansı şəhər olmuşdur? Təbii ki, 941-ci ildə Salahilər dövlətinin paytaxtı Ərdəbil olmuşdur. Testin şərtinə diqqət eləsək, əgər biz 941-ci ildə yaranan dövlət bizdən təyin olunur tapmaq, bunun üçün də biz xəritədə Ərdəbil şəhərini təyin etməliyik və xəritədə də testdə Ərdəbil şəhəri 4-cü əraziyə düşür. Deməli, Salahilər dövlətinin paytaxtı Ərdəbil şəhəridir. Testin cavabı da D variantı.